doğru şəkildə ev şəraitində yağ necə saxlanılmalıdır? Mən həmişə məndən yağ alanda mən soyuducu deyirəm. Niyə görə? Çünki deyəndə otaqda saxlaya bilərsiniz. Hər kəsin otaqda temperaturu fərqli ola bilər. Ona görə bizim çəkdiyimiz yağlar məhz soyuq sıxım, rafinə edilməmişdi deyə bunlar həm günəş şüasından uzaqda qalmalıdır, həm xüsusi temperaturda qalmalıdır ki, 18-21 dərəcə arasında və bu temperatur yəni individual hər kəsin evində yenə də dediyim kimi fərqli ola bilər. Mən ona görə deyirəm soyuducuda saxlayın. Çünki yenə də deyirəm, bəzən olur ki, ağzı açıldıqdan sonra, bunun da çox önəmi var. Xüsusilə ağzı açıldıqdan sonra həmişə deyirəm soyuducuda saxlayın. Çünki ağzı açıldıqdan sonra artıq o hava ilə təmasa da girməyə başlayır. Qapağını bizim müştəri nə qədər onu kip bağlayacaq, bağlamayacaq, ora hava ilə təmasda olacaq. Bu məqamlarda çox önəmlidirlər. Amma yenə də məsələn zeytun yağı əslində saxlama müddəti digər yağlara nisbətən daha çoxdur. Yenə mən onu da əslində belə deyim, deyirəm ki, soyuducuda saxlayın. Çünki qazın bəzən otaq temperaturunda da deyəndə insanlar onu qazın düz yanında qoya bilirlər. Orada isti olan bir yerdir. Onun da yenə də tərkibi dəyişə bilər.